Salam əziz abituriyentlər, dəyərli MİQ və sertifikasiya namizədləri, hər birinizi salamlayıram. Bu gün adi və onluq kəsrlərə aid növbəti həm MİQ, həm abituriyent, həm də sertifikasiya səviyyəli sualların izahının davamına baxırıq. Yəni adi və onluq kəsrlərə aid sualların davamına baxırıq. Sual nömrə 1-ə gəlin baxaq. Məxrəci 180 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunandır? Baxın, məxrəc 180-dir. Sürət də hər hansı bir x olsun. Düzgün kəsir deyilsə, buradakı x nədir? X deməli 180-dən məxrəcdəki ədəddən az olmalıdır. Bu bizə məlumdur. İndi neçəsi ixtisar olunandır? Biz əvvəl ixtisar olunmayanların sayını tapaq. Ondan sonra ümumi düzgün kəsrlərin sayından ixtisar olunanların sayını biz çıxa bilərik. Deməli, 180-dən az olub, 180 olan ilə qarşılıqlı sadə olan ədədlərin sayı nəyə bərabərdir? 180-i əvvəl sadə vurğuların hasili formasında göstəririk. 180 bərabərdir 2 üstü 2 vur 3 üstü 2 vur 5. 180-dən az olub, 180 də qarşılıqlı sadə olan ədədlərin sayı nəyə bərabərdir? 180 vur 1 minus 2-də 1 vur 1 minus 3-də 1 vur 1 minus 5-də 1-ə. Bu nəyə bərabərdir? 180 vur 2-də 1 vur 3-də 2 vur 5-də 4-ə. Bu da bərabər olur, deməli 48-ə. İxtisarı aparırıq. Buradan məlum olur ki, demək bu deməli bərabər olmuş olur 48-ə. Deməli 180 deməli məxrəci 180 olan düzgün kəsirlərdən 48 dənəsi ixtisar olunmayandır. Biz ixtisar olunmayanların sayını tapdıq. Yəni 48 dənəsi 180 ilə qarşılıqlı sadədir. Yəni 48 dənəsi ixtisar olunmayandır. İndi məxrəci 180 olan ümumilikdə neçə dənə düzgün kəsir var? 100 deməli 1-dən 179-a qədər. 180 daxil deyil. 179 dənə ümumi düzgün kəsirdən ixtisar olunmayanların sayını mən çıxıram. Bu da eləyir deməli 131. Deməli 131 dənəsi nədir? 131 dənəsi ixtisar olunandır. Bu qədər bəsit qaydada məsələ həll olundu. İndi gəlin növbəti məsələyə biz baxaq. İndi deyir, sürəti 240 olan düzgün olmayan kəsirlərdən neçəsi ixtisar olunandır? Yenə də oxşar tipli məsələdəndir. Burada artıq sürəti 240 olanları sürəti 240 olub ixtisar olunanları bizdən istəyir. Deməli, bunu ümumi formada yazaq. Deməli, 240 böl x. Deməli, x burada nədir? X kiçikdir, bərabərdir 240-dan. 240 da ola bilər. İxtisar olunandır. Əvvəl ixtisar olunmayanların sayının biz tapırıq. Ona görə ona aid bir düstur, bir qayda var. Nə edirik? 240-dan az olub 240-dan 240 ilə ixtisar olunanların sayını biz tapırıq. 240-ı sadə vurğuların hasili şəklində gəlin göstərək. 240 bərabərdir 2 üstü 4 vur 3 vur 5. Deməli, buradan 240 vur 1 minus 2-də 1 1 minus 3-də 1 vur 1 minus 5-də 1. Bu da demək bərabər olur 240 vur 2-də 1 vur 3-də 2 vur deməli 5-də 4-ə. Deməli, burada artıq ixtisarları gəlin aparaq. Bu deməli 246-ya bölünür 40 dəfə. 40-ı da 5-ə gəlin bölək 8. 8 vur 2 16, 16 da vur 4 64. Deməli
240-dan az olub 240 ilə qarşılıqlı sırada olan ədədlərin sayı 64 dənədir. Deməli, ixtisar olunmayanların da sayı elə 64 dənədir. İxtisar olunmayan. Ümumilikdə surəti 240 olan neçə dənə kəsir var, düzgün olmayan kəsir? Təbii ki, 240 dənə. Artıq 240 minus 1 deyil. Buna görə ki, 240 da nədir? Düzgün olmayan bir kəsirdir. Deməli, 240 dənə ixtisar olunmayan, həmin düzgün olmayan kəsir vardır. 64 dənəsi ixtisar olunmayandır. Bu da bərabər olur 240 minus 64 176 edir. Deməli 176 dənəsi nədir? İxtisar olunandır. Bu formada sadə qaydada deməli məsələ həll olundu. İndi gəlin növbəti məsələyə gəlin baxaq. N-in neçə tam qiymətində 3n kvadratı plus 11n plus 8 böl n plus 4 kəsri tam qiymətlər alar. Gəlin indi burada bu tipli məsələlərdə biz nə edə bilərik? Tam qiymətləri alar. Aha. Gəlin bu budaqlı bölmə ilə bunu hesablayaq. İndi siz rəylərdə qeyd edin. Budaqlı bölməni bilən var yoxsa yoxdur? Bunu mən bilmək istəyirəm. Budaqlı bölmə nədir? Bunu bilən var yoxsa yoxdur? Rəylərdə qeyd edin. Deməli, bu nəyə bərabər olur? Budaqlı bölmə ilə gəlin bunu hesablayaq. 3n kvadratı plus 11n plus 8 böl n plus 4. Deməli, burada 3n kvadratı var. Deməli, vuraq 3n-ə. Burada yarandı 3n kvadratı. 3n də 4-ə vuranda eləyir 12n. Bu, baxın, 0 elədi, bunu yazmıram. Artıq 11n minus 12n nəyə bərabərdir? Mənfi n. Mənfi n plus 8. Mənfi n olduğuna görə artıq minus 1 yazaq. Ona görə ki, burada mənfi var. Minus mənfi n minus 4. Bu da eləyir, deməli 12. Deməli, qalıqda 12 qaldı. İndi gəlin bu ifadəni mən gəlim bu yeni formada gəlin göstərək. 3n minus 1 plus 12-ni bölürəm bölənə. Həmin qalığı bölürəm bu bölən n plus 4-ə. Deməli, buna bərabər oldu. İndi diqqət edək. Baxın. Deyir, n-in neçə tam qiymətində kəsir tam qiymətlər alar. Onsuz da əgər n tam qiymətlər alarsa, deməli bu hissə onsuz da tamdır. Mən indi 12 böl n plus 4-ün tam olmasına baxıram. 12 böl n plus 4 nə vaxt tam qiymətlər alar? Təbii ki, əgər n plus 4 12-nin tam bölənləri əgər olarsa, deməli 12 böl n plus 4 ümumilikdə tam qiymət alar, ümumi ifadədə tam qiymət alar. Deməli n plus 4 nəyə bərabərdir? 12-nin tam bölənlərinə. 12-nin tam bölənlərinin sayı nəyə bərabərdir? Bizə qiymətlərin sayını istəyir bizdən. Deməli, 12 nəyə bərabərdir? Sadə vurğuların hasili formasında gəlin göstərək. 2 üstü 2 vur 3. Aha. Tam bölən sayı nəyə bərabərdir? Natural bölənlərin sayının 2 mislinə. Deməli, natural bölən sayı burada 2 plus 1 vur 1 plus 1-ə bərabərdir. Bunu da vururam mən 2-yə. Burada tam bölənlərin sayını tapıram. 2 vur 3 6, 6 vur 2 12. Deməli 12-dən tam bölən vardır. Deməli misalımızın cavabı nə olur? 12 bu formada. Məsələ sizə aydın olurmu? Bunu rəylərdə qeyd edin. Nəsə qaranlıq məqam varsa, bunu da qeyd edin. Və ya ekran sizə tam görünürmü? Ekranı görə bilirsinizmi? Qeyd edin rəylərdə. Nəsə qaranlıq bir məqam qalsa, bunu da qeyd edin. İndi davam edirik misallarla. Növbəti məsələyə baxırıq. Deməli, burada nə verib? M kubu minus 5m kvadratı plus 3m böl 40 plus 45 böl m kvadratı minus 6m plus 9 ifadəsi tam qiymət alar. Yenə də bayaqki tip məsələdəndir. Bunu nə edirəm? Budaqlı bölmə ilə bunu hesablayıram. M kubu minus 5m kvadratı plus 3m plus 45 böl
M kvadratı minus 6M plus 9. Deməli, baxın, burada M kubu var. Bir dənə M kubu var. Deməli, burada nə etməliyəm? M-ə vurmalıyam. Gəlin, minus yazırıq. M kubu minus 6M kvadratı plus 9M. Burada deməli M kvadratı qaldı. M kubları getdi. İxtisar M kvadratı qaldı. Minus 6M plus 45. İndi M kvadrat olduğuna görə bir dəfə də deməli gəlin plus 1 əlavə edək. Deməli burada da yarandı M kvadratı minus 6M plus 9A. Bunların da fərqi nəyə bərabərdir? Bunlar artıq gedir. Yalnız 45 minus 9 qaldı. 45 minus da 9 bərabərdir. Yəni deməli 36-ya. Deməli bu kəsrimiz ümumiyyətlə nəyə bərabərdir? M plus 1 plus 36. Həmin qalığı bölürəm bu bölənə. M kvadratı minus 6M plus 9A. Deməli, indi nəyə baxıram? İndi bu M kvadratı minus 6M plus 9 nəyə bərabərdir? Gəl bunu davam edək. Buradan davam edək, yazaq. Bu kəsir. Deməli, bunu biraz da daha sadə formada gəlin yazaq. 36 böl M minus 3'ün kvadratı. Bu da bərabərdir. M plus 1 plus 6 böl M minus 3'ün kvadratı. İndi bu diqqət edirəm. Bu hissə əgər tam qiymət alarsa, aha, alar. M-in tam qiymətlərinin sayını istəyirəm mən. Bu hissə tam qiymət alardı onsuz da əgər tam qiymətlərin sayını tapsam, həmin tam qiymətlərdə M plus 1 tam qiymət alar. İndi 6 böl M minus 3'ün tam qiymətlərin sayını tapsam, bu biz artıq həmin o tam qiymətlərin sayını tapmış olarıq. 6 böl M minus 3 gərək tam qiymət alsın. Deməli, M minus 3 nə olmalıdır? 6'nın tam bölənləri olmalıdır. 6'nı gəlin sadə vurğuların hasili formasında gəlin göstərək. 6 bərabərdir 2 üstü 1 vur 3 üstü 1'ə. Natural bölənlərin sayı nəyə bərabərdir? 2 vur 2, bu da bərabərdir 4'ə. Bəs tam bölən sayı nəyə bərabərdir? 4 vur 2. Natural bölən sayının 2 mislinə bərabərdir. Bu da edir 8. Deməli cavabımız nə edir? 8. İndi gəlin növbəti məsələyə baxaq. Sual nömrə 5. Bu məsələyə baxdıqda sizə bir qədər mürəkkəb görünə bilər. Amma gəlin bunu surətə baxırıq. Hər tərəfdə n kvadratı plus 2n var. N kvadratı plus 2n. Deməli biz nə edə bilərik? N kvadratı plus 2n'i ortaq vurğu mötərizə xaricinə çıxardaq. Bu eləyir n kvadratı plus 2n vur 1 böl 2 vur 5 plus 1 böl 5 vur 8 plus 1 böl 8 vur 11 plus nöqtə 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 plus 1 böl 17 vur 20. Bu nəyə bərabərdir? Bərabərdir 4 və 21'ə. Baxın, indi bu onsuz da n kvadratı plus 2n bu hissə qaldı kənarda. İndi bu tip ifadələrin hesablanma qaydası var. Bu qaydanı kim bilir? Rəylərdə qeyd etsin. Bunun hesablanma qaydasını kim bilir? Riyaziyyatdan kimin xəbəri var? Aha. Kim bilir bu hissənin hesablanma qaydasını? Bunu qeyd etsin. Qeyd etsin ki, mən bilirəm. Deməli, buranın hesablanma qaydası var. Biz nə edirik? N kvadratı plus 2n vurulsun. Baxın, məxrəcə baxırıq. Məxrəcdəki hasillər arasındakı fərq eynidir. Burada da 3'tür, burada da 3'tür, burada da. Hamısında 3'tür. Deməli 1 böl 3 vurulsun. Burada birinci kəsir minus buradan sonuncu kəsir. 2'də 1 minus 20'də 1. İndi gəlin bunu hesablayaq. N kvadratı plus 2n vurulsun. 3'də 1, 2'də 1 minus 20'də 1 nəyə bərabərdir? 2'də 1 minus 20'də 1 nəyə bərabərdir? Deməli 20'də 10, 20'də 9'a bərabərdir. Buranı yazıram 20'də 9.
İndi buranı hesablayaq. N kvadratı plus 2n vurulsun 60'da 9. İxtisar aparaq n kvadratı plus 30'da 9. N kvadratı deməli 2n deməli 60'da 9. Aha. N kvadratı plus 2n vurulsun. Deməli baxın bunlar ixtisar gedir. 20'də 9'a vururam. 20'də 9'a. N kvadratı deməli buranı yazıram mən. Baxın, kəsr sonda hansı formaya gəldi? N kvadratı plus 2n vur 20'də 9. Bu nəyə bərabərdir? 4'də 21'ə. Yəni baxın sonda bu yarandı. İndi gəlin bu tənliyi həll eləyək və n-i tapaq. Yəni tənliyi həll edin. N-in tapılmasını bizdən istəyir. Gəlin bu o bir yerləri silək. Biz burada nə edək? N-i tapaq. Bu da bildiyimiz kimi bir kvadrat tənliyidir. Kim kvadrat tənliyi həll edə bilir? Bunu rəylərdə qeyd etsin. Bir qədər aktivlik göstərin ki, bilin ki, dərs də sizə bir qədər maraqlı gəlir. Aha, deməli, n kvadratı plus 2n vur 20'də 9 bərabər 4'də 21. 4'də 21. İndi buradan n kvadratı plus 2n nəyə bərabərdir? 4'də 21'i bölürəm 20'də 9'a. Deməli, bunu vururam 9'da 20'yə. Burada ixtisarları gəlin aparaq. Burada 5 qaldı. Burada da 3, 7. N kvadratı plus 2n bərabərdir 3'də 35'ə. Buradan da n kvadratı plus 2n bərabər olur 35'ə. Deməli, buradan da biz n-i tapırıq. Deməli, Viet teoremi ilə gəlin n-i tapaq. N-in bir qiyməti 5'dir, digər qiyməti isə mənfi 7'dir. N bərabərdir 5, n bərabərdir mənfi 7. N bərabərdir 5, n bərabərdir mənfi 7. Burada n daxildir n. Yəni n daxildir natural ədədlərə. Buna görə də n nəyə bərabərdir? N bərabərdir 5 qiymətini mən götürürəm. Bu formada, bu misalda biz həll etdik. İndi gəlin növbəti məsələyə biz baxaq. Baxın, bu tipli deyir A-nı B ilə ifadə edin. Biz elə etməliyik ki, burada nəsə vuraq, bölək və ya toplayaq, çıxaq. Burada nə isə bir tam ədədlər biz yaradaq. Gəlin bunu aşağıda gəlin səliqəli formada gəlin yazaq. Baxın, burada A nəyə bərabərdir? A bərabərdir 3'də 5 plus 5'də 2 plus 7'də 3 plus 11'də 4. B nəyə bərabərdir? Mənfi 1 plus 5'də 1 plus 7'də 3 plus 11'də 8'ə. İndi diqqət edək. Diqqət edirik burada. A-nı əgər məsələn 2'yə vursam, yox, gəlin bu əvvəl burada 5 olan hissəyə gəlin baxaq. Bu 5 olan hissəni əgər buranı 2'yə vursam, ora qalsa 5'də 4 plus 5'də 1 eləyir 1. Bir dənə tam hissə yarandı. Amma görə o bir hissələrdə bu ödənilirmi? Yenə də bu 11'i 11'də 4'ü də gəlin 2'yə vuraq, görək ki, o qayda ödənilirmi? Burada elədi 11'də 8, burada da 11'də 8, 11'də 16 edir, tam ədəd alınmadı. Deməli, n-in 2 qiyməti, yəni burada hər tərəfi 2'yə vursaq bu ödənilmədi. Gəlin bu dəfə neyniyək? Hər tərəfi, bu A-nın hər tərəfini 3'ə vuraq. Bura 3A olsun. Amma digər tərəfdən isə burada bura elədi 5'də 6. Gəlin buranı da 4'ə vuraq hər tərəfi 4B. Burada məsələn bura 5'də 6 oldu, burada da 5'də 4 oldu. Bura 5'də 6 oldu demək. Burada 5'də 4 oldu. 5'də 6 plus 5'də 4 5'də 10 elədi 2 tam hissə alındı. Və ya burada 11'də 12 yarandı. Burada da 11'də deməli 32 yarandı. 32 plus 12 eləyir 44.
Yenə də tam hissə yarandı. Deməli, buraya 3 yazanda, buraya da 4 yazan, yəni burada A-nın hər qiymətini mən 3-ə vuranda, B-nin də hər qiymətini 4-ə vuranda, burada bunları da toplayanda bir dənə tam hissələr yaranır. Gəlin A-nın hər bir ədədini 3-ə vuraq. Bura 15 oldu. Bura 5-də 2-ni vuraq 3-ə, 5-də 6 oldu. Burada yarandı 7-də 9, burada da yarandı 11-də 12. Burada isə hər tərəfi 4-ə vuraq gəlin. Bura eləyir -4, bura eləyir 5-də 4, buraya nə eləyir? Deməli 12, 7-də 12. Burada eləyir deməli 11-də 32 eləyir. Elə deyilmi? Elədir. Gəlin indi hər iki tərəfi toplayaq. 3A plus 4B nəyə bərabər olur? 5 minus 4 1. 3'də 15 nəyə bərabərdir? 5'ə. 5'dən 5 minus 4 nəyə bərabərdir? 1'ə. Sonra 5'də 6 plus 5'də 4 nəyə bərabərdir? 5'də 10'a. 5'də 10 nəyə bərabərdir? 2'yə. 7'də 9 plus 7'də 12 nəyə bərabərdir? 7'də 21'ə. 7'də 21 nəyə bərabərdir? 3'ə. 11'də 12 plus 11'də 32 nəyə bərabərdir? 11'də 44'ə. 44'ü 11'ə böləndə nə edir? 4. Deməli 3A plus 4B nəyə bərabər oldu? 1 plus 2 plus 3 plus 4'ə. Bu da eləyir 10'a. Burada deyir A-nı B ilə ifadə edin. Deməli 3A bərabərdir 10 minus 4B. A da bərabər olur 10 minus 4B böl 3'ə. Bu formada biz misalı həll edə bildik. İndi növbəti məsələyə gəlin biz baxaq. Deyir məxrəci. Gəlin bunun məxrəci 2 üstü n, 3 üstü n minus 1, vur 5 üstü n plus 1, vur 7 üstü n plus 2, n minus 2 olan düzgün kəsirlərdən 49.999'unu sonlu onluq kəsir şəklində göstərmək mümkündürsə, n-in qiymətini tapın. Bizdən n-in qiymətini istəyir və n böyüdür bərabərdir 2 tam ədəddir. Gəlin bu ifadəni məxrəcdə deyil, gəlin yazaq. 1 böl 2 üstü n, vur 3 üstü n minus 1, vur 5 üstü n plus 1, vur 7 üstü n minus 2. 1 yox, məsələn yazaq burada bir x-də yəni. Baxın, bir ifadəni, bir dənə adi kəsiri biz nə zaman sonlu onluq kəsir formasında göstərə bilirik? Bunu rəylərdə qeyd edin. Mən də baxım ki, kimsə nəsə bilir. Bir adi kəsiri nə zaman biz bilərik ki, biz onu sonlu onluq kəsir formasında göstərə bilirik? Kim bilir, kim bilmir, desin. Bilən yoxdurmu? Aha, deməli, bunu mən qeyd edeyim. Bir dənə adi kəsir o zaman sonlu onluq kəsir formasında biz göstərə bilərik ki, məxrəcdə yalnız 2 və 5 olsun. Məxrəc yalnız 2 və 5-dən ibarət olsun. Yəni məxrəcdə yalnız 2 üstü n burada 5 vur n plus 1 qalsın. Və əgər bu düzgün kəsir istəyirsə, həmin bu x tutaq ki, bir y-dirsə, bu y-də mütləq 2 üstü n vur 5 üstü n plus 1-dən az olmalıdır. Deməli, əgər məxrəc 2 üstü n vur 5 üstü n plus 1-dirsə, bunların sayından bir vahid az, yəni bir vahid az sayda sonlu onluq kəsir var. Burada da deyir 49.999 dənə sonlu onluq kəsir vardır. Bu bərabərdir 49.999'a. Buradan 2 üstü n vur 5 üstü n plus 1 nəyə bərabərdir? 1'i atıram o bir tərəfə. Mənfidirsə müsbət olar. 49.999 plus 1 nəyə bərabərdir? 50.000'ə. İndi nə edirəm? Baxın, bunu belə biraz daha sadə formaya gətirək. 2 üstü n vur 5 üstü n vur 5. 5 üstü n plus 1 nəyə bərabərdir? 5 üstü n vur 5'ə. Bu nəyə bərabərdir? 50.000'ə. Buradan da 2 üstü n vur 5 üstü n bərabərdir 10.000'ə. Deməli, buradan da
2 vur 5 üstü n. Yəni 10 üstü n bərabərdir 10.000-ə. 10 üstündə nə olanda bu 10.000 edir? Təbii ki, n bərabərdir 4 olanda bu 10.000 edir. Buradan da deməli biz də elə n-i tapmış olduq ki, deməli n nəyə bərabərdir? N bərabərdir 4-ə. N-i tapdıq ki, deməli n nəyə bərabərdir? N bərabərdir 4-ə. Gəlin indi növbəti məsələyə baxaq. Aha, gəlin bunu biraz daha səliqəli formada gəlin yazaq. Burada nəsə bir aha, biraz səliqəli formada yazaq burada. Aha. Deməli burada 5 minus idi. Deyir bu ifadələrinin qiymətini tapın. İfadənin qiymətini hesablayın deyir. İfadəsinin qiymətini nə edin? Hesablayın. Aha. Əvvəl rəylərdə qeyd edin. Kim bu tipli məsələləri həll edə bilir? Bunu qeyd etsin. Kim həll edə bilir bu tipli məsələləri? Həll edə bilən varmı? Bunu qeyd edin. Baxın, burada indi diqqət edin. Nəyə diqqət edin? Baxın, bu yuxarı olan hissə hər zaman təkrarlanır. Burada 4 minusdur da hər tərəfdə. Gəlin bunu adlandıraq, bu bərabərdir x-ə. Amma burada hər tərəfdə görürəm ki, 4 minusdur. Burada bir dənə aşağıda 5 var. Mən nə edə bilərəm? Gəlin buradan minus 1 yazaq, 1-i ataq o biri tərəfə də. Burada 4 bunu belə yazaq gəlin. Bunu yazaq. 1 plus 4 minus yenə də o yuxarıdakı ifadəni gözləyin. Yazırıq 5 minus yox, 5-in yerinə mən yazıram 1 plus 4. Yəni həmin 4-ü mən yenə də yaradıram. 1 plus 4 minus 3-də yenə də 4 minus 4 minus sonsuz formada davam edir. Bu bərabərdir x-ə. X deyil. Burada gəlin bu 1-i gəlin ataq o biri tərəfə. Niyə? Ona görə burada hamısı 4-dür. Bir dənə bu 1 qaydanı pozulur da. Gəlin bu 1-i ataq o biri tərəfə. Ataqmı? Bəli, ataq. Burada deməli oldu x minus 1. Bu 1-i mən buradan silirəm. 1-i atdım o biri tərəfə. 1-i atdım o biri tərəfə. Aha. İndi diqqət edək. Bu ümumi ifadə görürəm ki, hər dəfə bu 4 minusdur, burada da 4 minusdur. Deməli bu ümumi ifadə nəyə bərabərdir? Elə buna bərabərdir də. Sonsuz formada davam edir də. Bu sonsuz formada hər ikisi davam etdiyinə görə bu ümumi ifadə onsuz da bu ümumilikdə bu ifadəyə bərabərdir də. Bu bizə artıq məlumdur. Bu sürətdəki ifadə bu ümumi ifadəyə mütləq bərabərdir. Ona görə ki, ikisi də sonsuz formada davam edir. Gəlin mən də əgər bu ümumi ifadə x minus 1-ə bərabərdirsə, deməli bu ifadə də nəyə bərabərdir? X minus 1-ə. Elə deyilmi? Elədir. Bunu belə yazaq. 4 minus x minus 1 böl 3 bərabərdir x minus 1-ə. İndi sadə bir tənliyi formasına gətirdim. İndi gəlin bu tənliyi həll edək. 12 minus x minus 1 bərabərdir. Bu tərəfi də mən 3-ə vururam. 3x minus 3. Buradan 4x nəyə bərabər olur? 4x bərabər olur. Deməli, aha, 4x buradan bərabər olmalıdır. Deməli, 16-ya bərabər olmalıdır. 4x bərabərdir 16-ya. Deməli, x burada nəyə bərabərdir? X bərabərdir 4. Biz bunu tapdıq. X-in 4 olduğunu bizə buradan məlumdur. Deməli, x nəyə bərabərdir? X bərabərdir 4-ə. Bu formada məsələ sadə qaydada həll olunur. Gəlin indi növbəti məsələyə biz baxaq.
Deyir bu ifadəsinin qiymətini hesablayın. Yenə indi gəlin baxırıq burada. Məxrəcə mən diqqət edirəm. 1 və 5 arasındakı fərq nəyə bərabərdir? 4-ə. 3 və 7 arasında fərq nəyə bərabərdir? 4-ə. 5 və 9 arasında fərq nəyə bərabərdir? 4-ə. 17 və 21 arasındakı fərq də 4-ə bərabərdir. Bu tipli məsələlərin həlli qaydası nə idi? 1-i bölürəm həmin o məxrəcdəki fərqə və burdan isə əgər 3 dənədirsə, buradan bunu götürürəm bu kəsiri. Bu sonuncu 2 dənə hasili olan kəsiri mən götürürəm. Deməli, bunların da fərqini yazıram. 4də 1-i vururam. Bunlar isə mötərizə daxilində. 1 vur 3də 1 minus 19 vur 21-də 1. Bu nəyə bərabərdir? 4də 1 vur 3də 1 minus 19 vur 21-də 1. Deməli 19-u 21-ə vuranda nə edir? Gəlin 19 vuraq 21-ə. Aha, 19 deməli 21-ə vuranda 399 edir. 4də 1 vur. Deməli 399-da deməli 133 minus 1. Bu da eləyir 132 böl 4 vur 399. Bəs bu nəyə bərabərdir? Uyğun ixtisarları aparaq. 132-ni 4-ə böləndə nə edir? Burada qaldı 33. 33 böl 399. Bunu gəlin ixtisar edək. Hər tərəfi 3-ə ixtisar etsək, burada 11 qalır. Burada da qalır 133. Deməli, kəsr axırda hansı formada qaldı? 133-də 11. Deməli, ifadəsinin qiyməti bərabərdir 133-də 11-ə. Bu formada, bu misalda biz həll etdik. Bu qayda ilə hesablanan bir misal tipi idi. İndi növbəti məsələyə gəlin baxaq. Burada da yenə də sürüşmə olub. Gəlin bunu bir qədər səliqəli formada yazaq. Aha. 4. Aha. Gəlin bunları silək, səliqəli yazaq. Bəzən proqramda hazırlayanda burada sürüşmə ola bilir. Aha. Deməli, burada nə idi? 4 plus bu ifadə idi. Sonra 6 plus bu ifadə. 4 plus bu ifadə. Aha. İndi mən diqqət edirəm. Burada təkrarlanan nədir? Təkrarlanan nədir burada? Təkrarlanan hansı hissədir? Deməli, baxın, bu hissə təkrarlanır. Bu hissə. Bu hissə təkrarlanır. Gəlin bu hissəni mən adlandırım bir x. Elə deyilmi? Adlandıra bilərəm də, bəli. Əgər bu hissə x-dirsə, sonsuz formada davam edir. Deməli, ümumi ifadə də nəyə bərabərdir? X-ə. İndi gəlin bunu burada yerinə yazaq, həll edək. Bir tənli qrup həll edək. Bu bərabərdir x-ə. Aha, bunu indi addım-addım həll edək. 4 plus 4-də bu 6x plus 4. Məxrəcdə 6x plus 4-dür. Bu x-i qaldırıram yuxarı 4x-dir. Bu da bərabərdir x-ə. İndi hər tərəfi 6x plus 4-ə mən vurum. 4-ü 6x plus 4-ə vuranda nə edir? 24x plus 16. 24x plus 16 plus 4x bərabərdir
6x plus 4x'e vuran eləyir 6x kvadratı plus 4x'e. İndi burada nə yarandı? Kvadrat tənlik. 6x kvadratı. Baxın 4x hər iki tərəfdə var. 4x'ləri gəlin silək. 6x kvadratı minus 24x minus 16 bərabərdir 0-a. Hər tərəfi 6-ya bölək. X kvadratı minus 4x minus 6-ya bölə bilmirik. 16 6-ya tam bölünmür. 6-ya hər tərəfi mən bölə bilmirəm. Amma 2-yə bölə bilərəm. 3x kvadratı minus 12x minus deməli 8 bərabərdir 0-a. Deməli, sonda bu tənliyi yarandı. Sonda bu tənliyi yarandı. Gəlin bu tənliyi həll edək. Digər yerləri gəlin silək. Bu tənliyi isə həll edək. İndi siz rəylərdə qeyd edin. Nəsə qaranlıq qalan bir məqam qaldısa, bunu qeyd edin. Mən həmin yerin izahını mütləq sizə verim. Qaranlıq qalan nəsə oldu mu və ya izah sizə tam formada aydın olurmu? Bunu qeyd edin. Aha, davam edək. İndi bizə nə lazımdır? Bu tənliyi həll etmək lazımdır. X-i tapmaq lazımdır. Deməli, buradan diskriminantı mən tapıram. Diskriminant nəyə bərabərdir? 144 b kvadratı minus 4ac-yə. 4-ü vururam 12-yə, vururam 8-ə. Burada mənfi olduğuna görə plus yazıram. 12 vur 8 eləyir 96. 144 plus 96 da nəyə bərabərdir? 240-a. Diskriminant 240-dırsa, deməli x1 nəyə bərabərdir? Mənfi b 12 plus kök altında 240 böl 2-yə 6-ya. Deməli 12 kök altında 240-ı biz daha sadə formada necə yaza bilərik? Kök altında 240-ı gəlin daha sadə formada yazaq. Demək 4 vur 60-a bərabərdir. 60 da 16. Deməli 64 vur aha, yəni bunu yazaq da sadə formada. 4 60 nədən ibarətdir? Deməli kvadratı olan ifadə burada varmı 60-da? 4 vur 4 vur 15-ə. 4 vur 4 15-ə. Deməli 4 vur 60 deməli aha. Aha. Deməli bu kök altında 240 bərabərlik 4 kökdə 15-ə. Bunu da bölürəm 6-ya. Bunu sadə formada gəlin yazaq. Bu eləyir deməli biraz hər tərəfi 2-yə gəlin bölək. Bu eləyir 6 plus 2 kökdə 15 böl 3. X1 buna bərabərdir. Amma x2 bəs nəyə bərabər olar? X2 ilə bunun mənfi olanına əlavə edirəm. 6 minus 2 kökdə 15 böl 3. Buna bərabərdir. Mənə x-in qiyməti lazımdır. İndi buraya diqqət edirəm. Bu ifadə nədir? Müsbət. Buradakı hər şey müsbətdir. Bu müsbətdir, bu müsbətdir, bu müsbətdir. Bütün ifadələrdə 4 də 6 da müsbət ədədlərdir. Natural müsbət ədədlərdir, natural ədədlərdir. Bu mənfi ədəd verə bilərmi? 6 minus 2 kökdə 15 böl 3 verə bilərmi? Təbii ki, xeyr. Deməli, müsbət olanını mən götürürəm. Mənfi olanı ödəmir. Burada adi bir x olsaydı, hə, ödəyə bilərdi. Burada amma mənə müsbət olanı mən götürürəm. Deməli, burada nədir? Deməli, x-in qiyməti nəyə bərabərdir? 6 plus 2 kökdə 15 böl 3-ə bərabərdir. İndi gəlin növbəti məsələyə biz baxaq. Burada da yenə də bir qədər sürüşmə olub. Gəlin bunu daha deməli səliqəli formada yazaq. Aha. Deməli burada nə idi? X minusdur. X minus bu ifadə. X plus bu ifadə. Yenə də x minus bu ifadə. Sonda isə x plus bu ifadə.
Yenə də diqqət edirəm. Burada təkrarlanan nədir? Bu bərabərdir 2-yə. Bu ümumi ifadə bərabərdir 2 verilib. Ümumi ifadə də 2. Ümumi ifadə bərabərdir 2-yə. Bizdən deyir tənlik həll edin, yəni x-i tapın. Bizdən istəyir ki, x bərabərdir suala. X-i tapın. İndi buraya baxıram. Yenə də burada təkrarlanan nədir? Təkrarlanan nədir burada? Təkrarlanan bu hissədir. Elə deyil? Bu hissə təkrarlanır. Burada da yenə də mənfi müsbət idi, yenə də mənfi müsbət. Əgər bu ümumi ifadə deməli əgər 2-dirsə, deməli bu hissə də ümumi ifadəyə bərabərdir. Deməli bu da 2-yə bərabərdir. Elə deyilmi? Bəli, elədir. Aha, davam edirik. X minus 1 böl x plus 1 böl 2 yazıram. Artıq bu ifadə sonsuz formada davam edir. Ümumi ifadə də sonsuz formada davam edir. Ona görə də bu ifadəni mən 2 adlandıra bilərəm. Bunu bərabər edib 2 qoya bilərəm. Ona görə də bunun yerində nə yazdım? 2. Bu da bərabərdir 2-yə. İndi gəlin tənliyi həll edək. Tənliyi həll etmək lazımdır indi. Nə edirəm? Burada yazıram x minus. Burada hər tərəfə əgər 2-yə vursam, 2'ye ya da bura eləyir 2'də 2x plus 1. Burada 2x plus 1 yarandı. 2'ni qaldırıram surətə. Burada 2. Bu da bərabərdir 2'yə. Tənlik gəldi bu formaya. İndi hər tərəfi 2x plus 1'ə vuraq. Eləyir 2x kvadratı plus x minus 2 bu 2'ni də gətirək sol tərəfə. Minus 2 bərabərdir 0'a. 2x kvadratı plus x minus 4 bərabərdir 0'a. Buradan diskriminant bərabər nəyə bərabər olur? Bir dənə diqqət edək, nəsə bir səhvlik olmadı ki. Baxın, burada unutduq biz 2x plus 1'ə vurmadıq bu hissəni. Mütləq 2x plus 1'ə həm sağ tərəfi də vurmaq lazım idi. 2x plus 1'i mən itirmək istəyirəmsə, gərək sağ tərəfi də buraya vurum. Burada nə yarandı? Burada deməli 2'ni vuranda 2x plus 1'ə 4x plus 2 yarandı. Yəni kəsr bu formada gəldi. Burada da deməli sonda deməli yaranır 2x kvadratı gəlin buranı biraz silək. Nəsə səhvlik oldu burada. Aha. Burada deməli elə 2 idi də, 2 idi. Burada 2 idi. Burada səhv elədim. Burada elə 2 idi. Aha. Bu 2'yə bərabərdir. İndi hər tərəfi 2x plus 1'ə vuraq. 2x plus 1'i gəlin x-ə vuraq. Eləyir 2x kvadratı plus x minus 2 bölü 2x plus 1'i x'ə vuranda 2x plus 1 itdi, qaldı mənfi 2. İndi 2'ni vuraq 2x plus 1'ə. Bu eləyir 4x plus 2. Bayaq buranı unutmuşdum. Bu eləyir 2x kvadratı. Burada x var. Minus 4x deməli eləyir mənfi 3x. Minus 2 minus 2. Şimdi mən 2'ni gətirdim sol tərəfə. Minus 4 elədi. Bərabərdir 0'a. Buradan diskriminant. İndi sonda deməli yarandı bu tənliyi. Bu tənliyi həll etmək lazımdır. Deməli hansı tənlik qaldı? Bu tənlik qaldı. Yəni indi buraları silək. Bu tənliyi rahat qaydada həll edək. Aha. Burada diskriminant nəyə bərabərdir bu tənlikdə? Diskriminant bərabərdir 9 b kvadrat minus 4ac. Minus 2 vur 4. Burada mənfi olduğuna görə plus yazıram. 2 vur 4 8. 8 də vur 4'ə 32. Bu elədir 41. Buradan x1 nəyə bərabərdir? x1 bərabərdir mənfi b plus kök altında d böl 2a. Bu da 4. x2 bəs nəyə bərabərdir? 3 minus kök altında 41 böl 4'ə. Burada isə artıq mən hər iki kökü burada götürə bilərəm. Bayaq hamısı müsbət idi deyə mən yalnız müsbət kökü götürdüm. Amma burada artıq x-dir. X-in qiymətlərinə uyğun olaraq bu mənfi qiymət də ala bilər deyə mən burada nə edirəm? Hər iki kökü götürə bilərəm. Deməli x1 buna bərabər oldu, x2 də buna bərabər oldu. Ümumi cavabda hər ikisini biz
qeyd edirik. Aha, davam edək. Növbəti məsələmiz yenə də oxşar tipli məsələdir. Mən nə istəyərdim? İstəyərdim ki, bu canlıda olanlardan bir nəfəri götürsün bu məsələni həll etsin məndən əvvəl. Mən burada həll edirəm. Mən bunun birinin izahını vermişdim. İndi o da götürsün, bu məsələnin izahını götürsün, versin. İndi bu misalı mən səliqəli formada gəlin yazdım. Burada sürüşmə olmuşdu. Mən istəyərəm ki, rəylərdən bir dənəsi, bir nəfəri götürsün, bu ifadənin cavabını məndən tez tapsın. Mən onu istəyərəm. Yəni bunu mən səliqəli formada yazdım. Siz də görün. Həll edə bilirsinizmi, yoxsa həll edə bilmirsinizmi? X minus 2x minus burada da 2x minus bu ifadə bu da bərabərdir. Bu ümumi ifadə bərabərdir deməli 1-ə. Buradan bizdən x-i tapırıq. X-i istəyir. Yəni deyir tənliyi həll edin, yəni x-i tapın. X-i bizdən istəyir. İndi siz görün, bu məsələni həll edə bilərsinizmi, yoxsa həll edə bilməzsinizmi? Məsələ sizə tam formada görünürmü? Burada baxın, bu 2-dir. Hamısı 2x-dir. Burada bu yalnız x-dir, qalanları 2x-dir. Məsələni həll edə bilən varmı? Yəni buraya həll edə bilən varmı? Və ya kimsə həll edə bilərmi bu məsələni? Bunu rəylərdə qeyd etsin. Yəni sadə bir məsələdir. Kimsə bu misalı həll edə bilərmi, yoxsa həll edə bilməzmi bu tənliyi? Bunu qeyd edin rəylərdə. Aha. Mən indi bu məsələni həll edirəm. Görək məndən kim daha tez bu məsələni həll edə bilər. Və bu məsələdə, bu misalda sırf mix sertifikasiya tipli bir misaldır. Diqqət edin. Əgər siz bunu həll edə bilirsinizsə, deməli riyaziyyatda həqiqətən də irəliləyişiniz vardır. İndi gəlin bu məsələni gəlin həll edək. İndi baxın, diqqət edirəm. Burada da 2x minus 1'dir. Baxın, bu da 2x minus 1'dir. Hər tərəfdə 2x minus 1'dir. Amma buradakı yalnız x burada qaydanı pozur da. Elə deyilmi? Mən götürə bilərəmmi? Bu hər iki tərəfə x əlavə edə bilərəmmi? Buraya da mən x əlavə edim. Buranı 2x edim. Bu qaydaya tabi olsun da. Elə deyilmi? Edə bilərəm də belə. Təbii ki, edə bilərəm də. Burada deməli, burada da yenə də 2x yarandı, amma burada da x plus 1. Deməli, nə edirəm? Götürürəm. Buraya yazırım. Elə bir dəfəlik x plus 1, x. Buraya yazırım mən 2x. İndi baxıram buraya. Bu ümumi əgər bu məxrəcə baxıram. Bu ümumi ifadə də sonsuz formada davam edir. Bu məxrəcdəki ifadə də sonsuz formada davam edir. Deməli, bu məxrəcdəki ifadə nəyə bərabərdir? Ümumi bu ifadəyə bərabərdir. Elə deyilmi? Təbii ki, elədir. Aha. Yəni bunu silək. İndi davam edək. Əgər bu məxrəcdəki ifadə ümumi ifadəyə bərabərdirsə, əgər ümumi ifadə də x plus 1-ə bərabərdirsə, burada mən x plus 1 qeyd edə bilərəmmi? Təbii ki, qeyd edə bilərəm. Buraya yazıram x plus 1. 2x minus 1 böl x plus 1 bərabərdir x plus 1-ə. İndi gəlin bu tənliyi həll edək. Hər tərəfi x plus 1-ə mən vururam. Burada yazıram 2x kvadratı plus 2x minus 1 bərabərdir x plus 1-in kvadratına. Yəni x kvadratı plus 2x plus 1-ə. Bunu gətirirəm mən sol tərəfə. Sağ tərəfdəkiləri gətirirəm sol tərəfə. Bu da eləyir x kvadratı. 2x-lər ixtisar gedir. 2x, deməli x kvadratı minus 2 bərabərdir 0-a. X kvadratı minus 2 bərabərdir 0-a. Buradan da x nəyə bərabərdir? X bərabərdir plus minus 2-yə. X bərabərdir plus minus 2-yə. X-in müsbət və mənfi 2, müsbət 2 və mənfi 2 qiymətlərində deməli bu öyrənilir. İndi gəlin nə edək? Növbəti məsələyə baxaq. Deyir 7-də 1. Baxın, nə deyir? 7-də 1 kəsrinin onluq kəsr şəklində yazılışında 20-ci rəqəm nədir? Nə edirəm mən? 1-i bölürəm 7-yə.
Bu bölmə əməliyyatını gəlin budaqlı bölmə formasında aparaq. 1 7-yə tam bölünürmü? Yox. 0 yazıram, burada da 10 yarandı. Burada 1 yazdım. 7, 10 minus 7 elədi 3. 3 yenə də 7-yə tam bölünürmü? Yox. Yenə də 0 yazıram yanında. Deməli 4 dəfə 7 28. Yenə də 2 yanında 0 yazdım. Bu da 2 dəfə 7 14. Yenə də 60 yarandı burada. 7 dəfə 8 56 edir. Burada yenə də nə yarandı? 40. 7 dəfə 5 35 edir. Yarandı deməli axır 50. 50 deməli burada da 7 dəfə 7 49 edir. Yenə də yarandı. Nə yarandı? 1. 10 yerində 10 yarandı. Deməli burada da yerində nə yaranır? 1. 7 34. 7 28. Yəni baxın ki, nə görürük biz? Buradan buraya qədər ədədlər yenə də bundan sonra davam edir. Yenə də 1 4 2 8 5 7 yenə də yaranır. 1 4 2 8 5 7. 1 2 3 4 5 6. Deməli 6 dəndən 1. Bu ədədlər təkrar olunur. Yenə də eyni bir ədəd yazıram. 6 dəndən 1. Deməli burada 20-ci rəqəm istədiyinə görə 20-ni bölürəm 6-ya. Eləyir 3 dəfə 6 18. Qalıq lazımdır. Qalıq burada 2-dir. Deməli burada ikinci rəqəm artıq həmin bu 20-ci rəqəmi verir. Burada da deməli 4, deməli 20-ci rəqəm nədir? 4-dür. Bu formada məsələ həll olundu. İndi gəlin növbəti məsələyə gəlin biz baxaq. 13-də 14 kəsrinin onluq kəsr şəklində yazılışında vergüldən sonra 30-cu rəqəm nədir? 13-də 14 nəyə bərabərdir? 1 plus 13-də 1. Artıq bu yenə də baxın bu 1 artıq buraya aid deyil də artıq 13-də 1-in son rəqəmi 13-də 1 də vergüldən sonrakı rəqəmlərə baxırıq. Axı artıq 1-də son vergüldən sonrakı rəqəmlərə biz baxmırıq. Ona görə də nə edirik? Budaqlı bölmə formasında gəlin 1-i bölək 13-ə. Burada yazıram 0-dan. 10 bölünmədi. 13-ə yenə də 0 yazdım. 113-ə bölünürmü? Deməli 7 dəfə bölünür. Bu da edir 13-ü də 7-yə vuranda 91 edir. Burada nə yarandı? 9, 90. Deməli burada da artıq 6 yaza bilərəm. 6 dəfə 13 edir 78. Yarandı 120. Deməli 120-də deməli 9 dəfə yaza bilərəm. 12 9-a vuranda eləyir 117. Yenə də 30 yarandı burada. Artıq 2 dəfə 13 26. 40 yaranır. Davam eləyək. 40 yarandı. 40-ı da belə 40 da deməli 39 yazaq. Yenə də baxın görürük. Burada 10 yarandı. Yenə də görürük ki, tam bölünmədi. Yanına 0 əlavə edirəm. Yenə də baxın burada 7 yarandı. Deməli burada yenə də nə oldu? Buradan 3-dən sonrakilər yenə də təkrar olunur. Yenə də bundan sonra 0, 7, 6, 9, 2, 3 yazaram mən. Bunlar yenə də təkrar olunur. Məndən indi deməli hər 6 dənədən 1 təkrar olunur. Bu bizə aydın oldu. Deməli burada mən nə edirəm indi? 30-cu rəqəm bizə lazımdır. 30-u bölürəm 6-ya. Əgər burada qalıq qalmırsa, əgər qalıq 0 qalırsa, burada mən 6-cı rəqəmə mən baxıram. Qalıq 1 olsaydı 1-ci rəqəmə, 2 olsaydı 2-ci rəqəm, 3 olsaydı 3-cü rəqəmə, 4 olsaydı 4-cü, 5 olsaydı 5-ci, qalıq qalmayanda 6-cı rəqəmə mən baxıram. Burada da deməli 6-cı rəqəm 3-dür. Deməli bu 30-cu rəqəm də nədir? Elə 3-dür, özüdür. Bu formada bu məsələ də həll olundu. Bizim suallarımız artıq burada yekunlaşır. Və deməli adi və onluq kəsrlərə aid burada həm buraxılış, həm blok, həm mig, həm sertifikasiya
həm də məktəb səviyyəli sualların izahına baxdıq, amma əsasən son suallar miq və sertifikasiya tipli suallar idi. İzahlar burada sizə aydın oldumu? Nəsə bir təklifiniz varsa, bunu da rəylərdə qeyd edə bilərsiniz. Nəsə bir təklifiniz varmı? Gələn dərsdə mən nə üzrə izah verim? Bunu qeyd edin. Mən də burdan görürəm. Və buradakı bütün qaydalar sizə tam formada aydın oldumu? Bunu qeyd edin. Aha. Əlavə bir sualınız yoxdursa, gəlin yekunlaşaq. Bu formada dərsimiz bu qədərdir və bunu mən YouTube kanalıma yerləşdirərəm və YouTube-da da video izah baxanda kiməsə qaranlıq məqam qaldısa, bunu rəylərdə qeyd edin. Mən məmnuniyyətlə bütün sualları cavablandıraram. Dərsimiz bu qədər. İzləmədə qalın. Sağ olun, salamat qalın.